19'undan 20'sine geçen gece Bakı Metropolitenin əməkdaşları Sovet ordusu tərəfindən öldürülən, eyni zamanda güllə ilə yaraladıkları Azərbaycan vətəndaşlarını xəstəxanalara, morglara gördüyünüz bu qaranlıq tunellər vasitəsilə daşıdılar. 33 il əvvələ qayıtsaq, həmən günləri necə xatırlayırsınız? 1990-cı il yanvarın 19-20-dən keçən gecə biz işdə idik. Gecə saat 11-də işi qutarıb evə getməli idik. Saat 11-ə 5-10 dəqiqə qalmış bizə məlumat verdilər ki, şəhərdə vəziyyət çətindir, ağırdır, bəs metro ola bilsin, səhərəcən işləsin, kömək lazım olar. Biz etiraz etmədən gözlədik. Dedi, kimin evi metroya yaxındır, geçsin evdən çay-çura götürüb gəlsin. Biz getdik Nefsər metrosunun yaxınlığında bir maşinist yoldaş var. Onlardan yemək zat götürdük. Gələndə saat 12-yə 5-10 dəqiqə qalmış gördük Nefsər metronun üstündə ara sıra atışırlar, cəmaat da çıxıb yola. Mikrofonla da cəmaatı mitinqə, nümayişə dəvət edirlər. Biz gəldik Narimanov metrosunun pilləkəni qalxanda gördük bir yaralını gətirirlər, maraqlandıq. Nə dedi, bəs Lentan Şimit adına zavodunun qabağında bəs milləti güllə baran edirlər. Gəldik xətti məntəqədə təlimatçı maşinist Tahir İqrata məlumat verdik. O da bizə məsləhət bildi ki, gedin ora köməyə, 4 nəfər idik. Getdik Lentan Şimit adına zavodunun qabağında gördük ki, əməli başlı atışırlar, yaralı da çox idi. Nəysə yaxınlaşdıq, gördük tramvay yolunun üstündə bir İkarus avtobusu vurublar. Salamat yer qalmamışdı. Biraz getdim qabağa, Dəmirov Texnikumun qabağında gördüm bir dənə skor təcil yardım maşını vurublar. Təcil yardım maşını da qabağında, düz tramvay yolunun üstündə gördüm bir meyit var, üstünü şini örtürlər. Yaxından yaxınlaşmaq istədim, gördüm ucu atırlar. Atırlar, uşaqlar məni dartdı qırağa. Bir səni də vurarlar. Bir 5-10 dəqiqə, 20 dəqiqə gözləyəndən sonra yaralılardan götürdü, gətirdi xətti Narimanov metrosuna. Narimanov metrosuna mindirdi onunla qatarlara, onlar getdi. Depodan əlavə qatarlar verilmişdi. Bizə dedilər, oturun qatarlar, içəri şəhərdə, keçmiş Bakı Sovetindəki içəri şəhər metro stasiyasında sərnişin çoxdur, gedin ora. O üçün oturdu qatara, getdi içəri şəhərin girişində, gördüm o qədər sərnişin çoxdur ki, düşüblər, yola qaçırlar. Bu vaxtda qatar dispetçerinə məlumat verdik. Qatar dispetçerin göstərişi ilə o sərnişinləri tüneldən çıxartdıq kabinandan salona. Səhərəcən dayanmadan, səhərəcən içəri şəhər Neftçilər metrosuna dayanmadan sərnişinləri daşıdıq. Əgər həmən gecə Bakı metropoliteni işləməsəydi, ölənlərin sayı çox olardı. Səhər də evə gedə bilmədim, gəldim təzədən getdim Neftçilər metrosuna, gördüm hərbiçilərdən başqa heç kim yoxdur. Ancaq hərbiçilərdir, BTR maşınlardır, tanklardır. 10-15 dəqiqə gözləyəndən sonra qayıtdım iş yerimə, xətti məntəqə Narimanova. Dedim, bəs sağlıq acət, belə neftçilərdən evə gedə bilmirəm. Dedilər, get Azadlıq meydanına, Azadlıq meydanında mitingdir, bəs ölənləri, dəfn eləyərləri kömək lazımdır. Gəldim 28-dən çıxdı, getdi Azadlıq meydanına. Gördüm, Azadlıq meydanında əhalinin o qədər əhali çoxdur ki, görmək olmaq, plaşat, boş yer yoxdur. Mən həmən günü qaldıq, səhərçi gün dəyişdi ki, bizim bir Çilingər yoldaşımız vardı, Qarayev İlqar. 20 yanvar metrosunun keçmiş 11-ci qızlı ordu. Onun 2-3 gündən sonra adını dəyişdirər, 20 yanvar qoydular. O vaxtdan da 20 yanvar adını daşıyır. 20 yanvar metrosunun stansiyasında Qarayev İlqarı gülləliyiblər. 2 gündən sonra onların evinə getdi. Onu dəfn ediləndən sonra, onu tapandan sonra dəfn elədilər. Sonra getdik evlərinə. Metropolitenin çox böyük köməyi oldu həmən 19-20 yanvar hadisəsində. Həm əhaliyə, həm dövlətə, həm suverenliyə. 20 yanvar günü yalnız müəyyən yaralılar daşınırdı, yoxsa eyni zamanda artıq öldürülmüş Azərbaycan vətəndaşları da qatarlarla morglara və xəstəxanalara daşınırdı. Bu proses necə olmuşdu? Böyük kömək oldu metropolitenin. Metropolitenin işçilərin də, metropolitenin özü də böyük kömək oldu yaraların daşımağı, cəmaatın biz sığınacaq kimi onların daşımağına. Əgər Bakı metropoliteni olmasaydı, yenə təkrar edirəm, Bakı metropoliteni həmən gecə səhərəcən işləməsəydi, ölənlərin sayı bəlkə mini keçərdi. Bu dəqiq məlumatdır. Ona görə bunlar ki, içəri şəhərdə o əhalini ki, mən orada gördüm, onlar ki, qovmuşdular, gülləbaran eləmişlər. Narimanov metro stansiyasından. Narimanov metro stansiyasından girişə bağlı idi.
çıxış istiqamətdən camaat talpa ilə gəlirdi. Yaralıların sayı hesabı yox idi. Artıq 33 il keçir və 33 ilə nəzər yetirsək, siz bugün də maşinist olaraq qatarı idarə edirsiniz. Elə olurmu ki, yəni ilin 365 günü o sizin yenə xatirinizə gəlir, yadınıza düşür, hansı hissləri keçirirsiniz? O heç vaxt yaddan çıxmayacaq, o heç vaxt unudulmayacaq. 33 il keçməyinə baxmayaraq, bu hadisələr demək olar ki, hər gün gözümün önündə gəlir. O yaralıların, o ah-nalası, o qışqırmağın, o güllələrin səsi, o işıq saçan güllələri mən gördüm, o heç vaxt yadımdan çıxmayacaq. Həmin gecə mən indiki İçərişəhər keçmiş Bakı Sovet stansiyasında növbədə idik. Və bu vaxt səs gəldi ki, hay düşdü ki, Salyansk istiqamətində, Tbilisi prospekti istiqamətində atəş səsləri eşidilir, ora kömək lazımdır. Və xüsusi ayrılmış avtobuslar vasitəsilə biz təcili ora getdik. Getdik ki, artıq bir minik maşını, Jiguli maşını vurulub, təcili yardım maşını yaxınlaşmaq istəyənkən təcili yardım maşınına vurulur. Və bu anda atışmalar başladı. Demək olar ki, Salyansk kazarmadan tanklar, BTR-lər o püskürə çıxdılar və sanki blokadaya alınmış maşınları, maşınları uşaq arabası kimi itələyərək üzü 20 yanvar Qızıl Ordu meydanına tərəf irələməyə başladılar. Və orada olan əhaliyə, binalarda, eyvanlarda dayanmış insanlara dayanmadan arıcıl atəşlər açmağa başladılar. Çox bir qansız idi. Bir müddət biz orada qaçıb gizləndikdən sonra ağaçların bazıların arxasında Erməni Akademiyası stansiyasının yaxınlıqda olan ora gəldik. Və gəldik, insanlar gördük çox panik vəziyyətdə, həyəcanlı, gərginlik vəziyyətində. Biz onları başa saldıq ki, hər şey ötüşdü. Yəni, metropoliten səhərə qədər işləyəcək, biz sizin qulluğunuzda olacağıq. Onları o həyəcandan çıxartdıq. Demək olar ki, öz mənzillərinə, evlərinə yola saldıq vəziyyətdə. Demək olar ki, həmin gecə Bakı şəhərinin əhalisinin 80% metropolitenin faciədən qurtardı. Böyük bir faciədir. Və biz səhərə qədər çalışdıqdan sonra səhər 6-da dedilər hamı prezident aparatın qarşısına yığışır və mən oraya getdim, baş çəkdim. Getdim ki, orada artıq firmal mikrofonlar quraşdırılıb, elan olunur ki, kimlərsə sağdırsa, filan kəsin qohuma axtarır, yasası axtarır, çıxsın saatın altına. Prezident aparatın qarşısında. Bu mənzərəni seyr eləyəndən sonra artıq özümdə də yorğunluq var idi. Saat 8 radələrində evə gəldim. Bir neçə saat dincəldikdən sonra yenidən şəhərə çıxdım ki, şəhər alqanın içində və qərənfillərlə bürünmüşdür. Sözsüz ki, biz müstəqilliyimizi istəyirdik ki, ora qruplar halında toplaşmışdıq. Artıq onun günü idi ki, müəyyən postlarda dayanırdıq. Öyle ki, millətimizin gələcəyi üçün, müstəqilliyi üçün qanımızı, canımızı verməyə hazır idik. Ona görə də bu təşəbbüsə qoşulub canla başla həm vətəndaş olaraq, həm də metropolitenci olaraq bu şərəfli işin öhdəsindən bacardığımız qədər gəldik. Həmin günü 1990-cı il 20 yanvar günü, yəni 19-undan 20-sinə keçən gecə biz metropolitende qruplar ayrılmışdı, yəni növbətçilik tutulmuşdu. Bizdə də bu 20 yanvar stansiyasında, yəni növbətçilik etmək üçün göndərilmişdik. Bu stansiyada biz yuxarıda növbətçilik eləyirdik. Artıq məlum idi ki, yəni Sovet qoşunları, 11-ci Qızıl Ordunun qoşunları, Sovet qoşunları şəhərə girmək ərəfəsindədir. Mənim yadımdadır ki, yanvarın 15-də artıq Moskvada
plenumda iclas olmuşdu. Oradaca qərar qəbul edilmişdi. Ancaq Azərbaycan xalqına bu haqda heç bir məlumat verilməmişdi. Ondan da 1-2 gün əvvəl burada Bakıda bir gün əvvəl televiziyanın enerji blokunu partlatdılar ki, yəni Azərbaycan xalqı məlumatlandırılmasın. Yəni qəflətən hücum olsun. Bu da ondan irəli gəlirdi ki, o vaxtı bilirsiniz də Azərbaycan xalqı müstəqilliyə doğru hərəkət eləyirdi, irəliləyirdi. Azərbaycan xalqının demokratiya ruhunu qırmaq, Azərbaycan xalqının milli ruhunu qırmaq üçün idi bu. Bu gecə saat 12-dən sonra burada yuxarıda bu Şamaxınka deyilən tərəfdə barikadalar qurulmuşdu. Bir də bu o vaxtda 11-ci Qızıl Ordu meydanı idi. Bu hissə. 11-ci Qızıl Ordu meydanında da barikadalar qurulmuşdu. Artıq 12-dən sonra, 12:00-dan sonra, yəni ki, gecəyə doğru gedəndə bu atışma səslərini biz eşitdik artıq. Bu Biləcəri tərəfdən artıq tanklar, BTR-lər, BMP-lər şəhərə daxil olmuşdu. Şəhərə daxil olmuşdu və bu şəhərə daxil olanda da onlar qabaqlarına çıxanı, yəni nə olur olsun, atəş açmaqla, susturmaqla irəliləyirdilər. Biz bura çatanda, həmin tanklar çatanda burada barikadalar vurmuşdu. Yük maşınları idi, bir də minik maşınları idi. Yük maşınlarını tanklarla vurub keçdilər, atəş açacaq. Və dinc əhaliyə də qarşı başlandı atəş açmağa. Onda əhali yəni bu barikadalara yığılmış əhali başladı hərəsi bir tərəfə qaçmağa. Onda bizdən yəni məlumat verdik ki, metropoliten işləyir. Yəni metropolitenden istifadə edə bilərsiniz, stansiyadan istifadə edə bilərsiniz. Yəni o vaxtı metropolitenin burada iştirak edən 20 yanvar dairəsində, 11-ci Qızıl Ordu meydanında bütün stansiyaların hamısının qabağında Salyan kazarması deyilən yerdə hamısı metroya doğru hərəkətə şeylədi. Yəni metrodan istifadə etməklə öz canlarını xilas edə bildilər. Ancaq buna baxmayaraq mənim gözümün qarşısında olan hadisələrdir. Hətta necə deyim, bu tibb maşınlarına, təcili yardım maşınlarına, dinc əhalinin idarə etdiyi adi avtomobilə, yəni heç kim gözləmirdi ki, həmin vaxtı dinc əhaliyə atəş açılar. Binalara hətta, binaların fasadlarına, işıq gələn binaların pəncərələrinə atəş açmaqla irəliləyirdilər. Biz də o vaxtı özünüz bilirsiniz ki, əsas aparıcı qüvvə tələbələr idi. Biz də tələbə yoldaşlarımızdan idi. Yəni həmin mənim tələbə yoldaşlarım da metropolitende işləyirdi. Ondan sonra mənim bir tələbə yoldaşım vardı bizim. Allah rəhmət eləsin. Sonradan Qarabağda şəhid oldu. 92-ci ildə Daşaltı əməliyyatında. Həmin günü Tahirov Vaqif həmin gün yaralandı. Yaralananda o vaxt hətta biz ona həsəd aparırdıq ki, yəni bu insan Azərbaycanın azadlığı uğrunda, Azərbaycanın demokratiyanın inkişafı uğrunda yaralandı, yəni canlı verdi, fəda verdi. Təkcə bu 20 yanvar stansiyası yox, həmin gecə metropoliten səhərə kimi işlədi. Yəni küçələrdə, yollarda qalan əhalini hamısını təhlükəsiz mənzil başına çatdırılmağında köməklik elədi. İndi bir şeyə fikirləşək ki, yerin üstündə hərəkət eləmək həmin vaxtı çox çətin idi. Amma yerin altına, yəni bəlkə də həmin o ordu şəhərə hücum eləyəndə bunu fikirləşməmişdi. Metropolitenin fəaliyyətini fikirləşməmişdi. Metropoliten səhəri kimi işləyir, milləti yəni ki, canını qutara bilər. Yəni həmin dövrdə 20 yanvar günü metropoliten fəaliyyəti həqiqətən metropolitenin çox danılmaz bir faktdır. Yuxarıdan aşağı verilən yaralılar, yüngül yaralılar, yəni olurdu, yıxılan olurdu və güllə dəymiş yaralılar olurdu, xəsarət alanlar olurdu. Yəni bizi aşağıda sanitarlar da artıq durmuşlar. Onlar da bilirdilər ki, əhalinin ancaq sağlam həyatını xilas etmək üçün metrodan istifadə etmək lazımdır.
Yəni metropolitenin istənilən bir stansiyasından girib o birisi stansiyasından təhlükəsiz bir yerə çıxmaq olar. Yəni yuxarıdan aşağı yaralıları imkan daxilində aşağı yendirib sanitarlara təhvil verilirdi, aşağıda duran, yəni tibb işçilərinə təhvil verilirdi. Onlar da ki, öz növbələrində onları üçün tibbi yardım göstərib, yəni yaxınlıqdakı tüm müəssisələrinə çatdırırlar. Həmin dönəmlərdə metro üçün hansısa bir təhlükə var mıydı ki, yəni həmin o Sovet ordusu metroya da bir hücum çəkə bilərdi, metroya da bir zərər verə bilərdi. Belə bir təhlükə ilə üzdə qaldınızmı? Təhlükə əlbəttə ki, ola bilərdi. Ancaq bayaq dediyim ki, qeyd edilmiş ki, mənə elə gəlir ki, onlar bunu nəzərə almamışdılar. Ki, yəni ki, metropoliten işləyə bilər, amma o vaxtki metropoliten rəhbərliyinin qərarı ilə metropoliten səhərə kimi işlədi. Yəni əhalinin təhlükəsiz yerə daşınmasına xidmət elədi. Bu 20 yanvar günü hansı ki yaralıları, yaralanmayan adi vətəndaşları belə metroyu daşıyarkən içəridə olan ab-hava nə idi? Yəni içəri girəndə hansı ab-hava var idi və bu haqqda məlumat verərdiniz? Sizə inandırım ki, yəni bu o insanların üzündə o qorxu hissi yox idi. Yəni hamı istəyirdi elə bir-birinə kömək eləsin. Yəni o insandır da, o istər-istəməz bəziləri həyəcanları, həmin həyəcanlanan adamları da sakitləşdirirlər. Səhər kimi metro işlədi, səhər də metro fəaliyyətini davam elədi. Hətta səhər-səhər biz şəhərə çıxanda, şəhərə gedəndə, artıq şəhərdə bütün metronun stansiyalarının qarşısında, əsas yerlərdə artıq tankların, BTR-lərin durub keşik çəkdiyini, növbə çəkdiyini biz artıq səhər bildik ki, Bakıda komendant saatı müəyyən olunur. Yaralıları, istər elə adi vətəndaşları metroya daşıyanda və o proseslərdə iştirak edəndə bir içinizdə artıq burnunuzda mı deyim, içinizdə mi deyim, bu müstəqilliyin qoxusu gəlmişdimi ki, yəni biz bu proseslərdən sonra artıq müstəqilliyə, azadlığa qovuşacağıq? Əlbəttə ki, bu proseslər özünüz bilirsiniz ki, 88-ci ildən başlamışdı. Artıq 88-ci ildən bu proseslər başlamışdı. Biz onda da hiss eləyirdik ki, biz artıq Azərbaycan dövləti müstəqilliyə doğru irəliləyir. Elə ilk SSR-in tərkibindən çıxan dövlətlərdən biri də Azərbaycan dövləti idi. O hiss olunurdu artıq. Belə bir vəziyyətdə azadlıq şüarı altında azadlıq meydanına axışan insanlara dəstək məqsədi ilə Bakı metropoliteni fəaliyyətini səhərə qədər davam etdirdi. Qaranlıq sonu görünməyən tunellərdə çalışsalar da gələcək işıqlı günlər naminə daim azadlıq meydanlarına axışan insanların yanında olan Bakı metropoliteni haqqında illər keçsə də hələ çox danışılacaq.